Salam. Ən çox verilən suallardan biridir. 98-ci testin izahına baxırıq. Bakıda gecənin uzunluğu 14:20-dir. Həmin gün üçün günəşin çıxma və batma vaxtlarını müəyyən edin. Deməli, biz bilirik ki, gecə və gündüzün uzunluğu, yəni bir günümüzün uzunluğu, bir sutkamızın uzunluğu 24 saatdır. 24 saatdır. Bunun 14 saat 20 dəqiqəsi gecədirsə, 24-dən 14:20-ni çıxırıq və gündüzün uzunluğunu tapırıq. 1 saatı dəqiqə şəklində yazırıq burada. 60 dəqiqədən 20 dəqiqəni çıxırıq 40 dəqiqə. Daha sonra 13-dən 4 çıxırıq 9. Deməli, bu gündüzün uzunluğudur. Gecənin uzunluğunu verib, gündüzün uzunluğunu tapırıq. Daha sonra həmin gün üçün günəşin çıxma və batma vaxtlarını müəyyən edin. Biz gündüzün uzunluğu 12 saat, gecənin uzunluğu 12 saat olanda deyirdik ki, 6:00-da səhər olur, 12:00-da günorta olur, 18:00-da isə dedik axşam olur. Yəni gün batan vaxtı olur. Və 6 saat aralarında fərq olur. 12 saat gündüzün uzunluğu 12 saat olanda 6 saat gündüzün uzunluğu olurdu 12 saat. İndi isə gündüzün uzunluğu bizə verilib ki, 9:40. Onda nə edirik? 9-u da 2 yerə bölürük, 2 hissəyə bölürük. Bərabərdir. 2 hissəyə böləndə 4, 4:50. 4:50. Deməli, 4:50 əvvəlcə 12-dən 4:50 çıxırıq. Daha sonra 12-nin üstünə 4:50 gəlirik. Üstünə 4:50 gələndə eləyir 16:50. 12-dən də 4:50 çıxanda deməli 11:60 şəklində yazırıq və ondan da 4-ün çıxanda 7:10. 7:10. Deməli, günəşin çıxma vaxtı 7:10-dur, batma vaxtı isə 16:50-dir. Cavabımız olur A variantı.